Sen öyle bereket hakkı. Sen ha. Sen vapşı köskülen bu mahaldan. Sözünün izine artıq duyulmazlı orqanlar düşüb, onu tapmaq artıq onların payına, onların ünsiyyətini işləndirmişdir. Amma Əli Mirəliyevin özünü istədik. Bu kişinin başı xarabdır, nədir, çatmır bu. Nələrdən danışacaq? Bu babası yaşında kişini götürüb vilkalayıb. Onu mən haqq elib dördüm da. O bizim kişinin belə də, o dəfə də götürür. Başdan xarab gədə. Səlim skripka salan yoxdur. Toyda götürür skripkasını, oğurla qaç. Ne danışırsan? Yazıq gədə bütün toyu skripkanı ağzından səs çıxardı. Vay. Bu düz əməlli yola gəlmə. Bir gəl bizdən oturaq işləyək, biznes quraq. Gedib onu bıçaqlayır, bunu vilkalayır, bunu baltalayır, bunu... Çox Bəli. acı laf gədədir. Bəli. Hansı bölmə? Aha. Bəli. Qardaş tanıyırıq, Şirini tanıyırıq. Qohumumuzdur. İnanırsınız, indi bu dəqiqə televizordan özümüz baxdıq. Alçaq gedəni görürsünüz. Nə tərəf? Vay. Yox, qardaş. Mən indi bu dəqiqə danışa bilmirəm. Eşitirsənmi? İndi bu dəqiqə konsertdəyəm. Şəmi. Kanatlardan biraz geri getirmişik. Yo, bura gəlməyin qardaş, bura gəlməyin. Adam əlindən tərpənməyə yeri yoxdur. Yaxşı qardaş, yaxşı, oldu. Bu nə əclaf uşağıymış, Bunun başı xarabdır, Bu gicdir, nədir, polislər zatlar mənə zəng edib, Bir dənə salamat qohum çıxmadı bizdə. Biz zəngilə görə hardadır, nə qayırır, neynir, əclaf gedər. Onun nömrəsini ver görüm mənə. Nədir, yığ, 051 ağzına gələn rəqəmləri yığ düşəyəsin ona. Elə şey olur, deyəm görüm. Şirin. Vay. Mənəm. Hardasan Şirin? Astarada? Xəbərim var, bütün hamı sən axtarır, rozus veriblər, televizor, radio, sayt, bütün her şey səndən danışır. Sən nə danışırsan, Vay, şəmməlimə zəng eləyir polislər. Hətta mənə yığırlar, mənim nömrəmi hardan bilirlər? Kim verib nömrəmi? Yaxşı, davay. Eşitirsən? Bu gədə gizdir da. Nə olub? Deyir Astaradayım, qaçıb gizlənmişəm. Nə astara? Orada deyir şəmməlimə gələn narahat olmasın. O vilkalıyı baxı bu. Hə. Deyir o vilkada banan yiyib, Səməd Səmədov banan yiyib o vilkanı. Əl izləri onun əl izləridir, mənə deyir tutmayacaq. Nə Səməd Səmədov, nə giz danışır bu, baş xarabdır, nədir, götürüb Əli Mirəliyevi vilkalayıb bu. Dur, şöşü, dur, yığış, yavaş. Gedək, tutaq, gətirək. Gedək, nə qayracıq da? Dur. Götür şələ şuranı getdik. Şöşü lazımdır, şöşü. Deyən də, Şəmi, deyən də. Zamanı o zamanı dör, cahamat bilir, bu nədir, bu fotoaparatdır, bu radardır. Sən kimin başını anlatmaq istəyirsən ki, bu radardır? Kim nə bilir, bu fotoaparatdır, yoxsa radardır. Şöşü. Sən durarsan burada, güya mən inspektoram. Uzaqdan sürətlə maşın gəldi, saxlayırsan. Qandallayıb aparacaqlar bizi, bəsdir sən cahamatın başına oynaşdın, bəsdir şöşü. Bura gəlmişiksə, qardaş, 5-10 manat benzin pulumu qazanım, sonra takip davam edəyək. Bax, tutaq ki, mən yaxınlaşdım hansı maşına. Cahamat deməyəcək, sən şəmisən, sən polissən, bu nə geyimdir, bu nə keçimdir. Yalandan denən ki, arvad formanı yuyub, ona görə bugün qırajdan sıxılır. Yaxşı görək, şöşü, bəsdir bu. Eşidirsən, gəl buraya, pul qazanmaq lazım. Şöşü, bəsdir, yığışdır onu. Uzaqdan maşın gəlir, gəl sürətlə gəlir. Get saxla onu, get. Özdə əyilmə, pəncərədən əyilmə, əyilmək zapazlı olur. Yat. Salam aleyküm qardaş. Bu radara düşübsünüz. Soy un hombre muy honrado. Ne olub şöşü dedim yox da. Ne oldu, pul alabildin mi? Cahamatı mən nətər inandıra bilərəm? Mən deyək ki, sənədlərini göstər. Çıxart göstər sənədlərini. Mən sənədim var şöşü, giz danışırsan sən burada. Şami, əgər mən bu kameranı burada qurmuşamsa,
Mən 500-600 manat qazanmasam buradan gedən deyil. Keçən dəfə Moskvada da bizim başımıza oyun açdın, getdin yaxınlaşdın polisə ki, silahını ver, burada nə bilim əməliyyat aparırıq, nə qayırırıq. Tut basacaqlar səni içəri. Kim basacaq içəri deyən görüm. Eşidirsən? Hə. Uzaqdan ağ paloskalı göy nə maşın gəlir BMW. Saxla. Polis o, ay şoşu. Polis o, yığışdır onu. Yığışdır. Sən elə ki əyləşdin rola, qaylar sən tut bir kola. Sağdan avqom elə keç sola, dalınca düşsə gir dalana. Onlarla oyna gizlən qaz, Sürqay gəldi qaç. Sürqay gəldi qaç. Bunun təsbihine zadına bax, hə. Ya baba, diyanım, nə olub? Mən belə gizlənmişəm, nə olub? Bu nə danışıqdır, hə? Salamatçılıqdır belə. Sən niyə belə Mənəm şəmidir, şöşüdür. Bilirəm də. Paloskoy olur be. Mənə baba, məni polisə verməmisiniz. Polis sağ ol, yabır olurum ha. Qaçıq, işverənçiyik, satqınçıyıq, nə ya, cici danışma. Baxma da Şamil, sən qurban olaram, sən məni yaxşı tanıyırsan. Yayılıb bura, stukaçlar yayılıb. Yayılıb belə, sənin o məsələn də yayılıb. Sənin bu elədiyin bu cinayət də yayılıb. Bütün cəmaət, bütün pressa, hamısı bütün günü mənə zəng eləyirlər. Ay Şəmil, sənin qohumun belə, ay sizin dostunuz belə, ay. Mən telefonu söndürürəm gecələr. Bir dəqiqə, mən nə eləmişəm? Hə, nə eləmişəm? Vilkalanası, bıçaqlanası, döyüləsi, öldürüləsi o qədər müğənnilər var ki, o qədər adamlar var ki, niyə Emin Əlimir eləyir? Ha? Bir dəqiqə. Nə günah var? Yox, bir dəqiqə. Hə. Oğurluq eləməmişəm ki, hə? Kiməsə daş atmamışam ki, hə? Qanqaraçılıq, nə olub da? O yazıq müğənni neynədi ki, sən onu gəldin vilkayla deşik eləmişsən. Lağasta aramdan danışıram. Bu niyə belə? Allah heç nə, oturub domino oynayırdı. Hə. Mən idim, Hə. Akif idi, Hə. Gülağı idi. Hansı Akif? Bu da bu. Şəlpə qulaq Akif. Ay, Hə. Boşum, oyan buya, bunlar sporlaşdılar. Aha. Boşum, Akif dedi ki, mən bu qazlı suyu, 1 litr qazlı suyu, Hə. bir nəfəsə içirəm. Aha. Hə. Sporlaşırlar da. Ha, bu içdi. Bu içdi. Biz belə baxırıq da, balet edirik də, baxırıq qura. Hə. İçdi. Bu Gülağa da qayıtdı, dedi ki, Aha. gedək mən klarnet salan, klarnetini əlindən alıram, klarnetini qatdalayıram, təzdən qaytaram özümə. Başa düşdün? Oturdum, belə baxdım, hamısı sporlaşır. İndi mən də nəsə eləməliyəm, qırağıdan o, bu baxır, şey qızı da oturub orada. Baxdımda da bir də. Hə. Ala deyən, ha. Boşum, oyan buyan. Dedim, ala mən də, bu Əli Mirəliyev yoxdur, oxuyan. Hə. Əli Mirəliyev Hə, də. də. Dedim, mən də bunu bir saat ərzində yoğurturam, başa düşdün, vururam. Bu nə danışır? Bunlar da sən eləyə bilməzsən. Dedim, ala, ağızdan quş çıxıbsa, uçmalıdır. Buyur. Hə. Aha. Boşum, getdim, maraqlandım oyan buya. Gördüm, Əli hansısa bir, ad çəkmirəm, restoranda məclis aparır. Hə. Saqqalımızdır ya, düzdür. Salam, mələküm, oyan Prosta buya. sporlaşmısan. Hani spor da ağızdan çıxıb eləməliyəm də, bariyat yoxdur. Boşum, düşürdüm bunu aşağı, çəkdim bunu restoranın qırağına. Aha. Bir Əli gəlir elə salamsız, kəlamsız buna lırt. Ala ha, vidika ilə. Nə danışırsan? Bu ayı ürəyi. Sən. Ala məndə vidika say, məndə vidikayam da, vidika Hə, şəkildə. qulaq as, bu. Ala qulaq as. Vidikada da 4 dənə olur axı bu. Hə. Elə də, hə. Buna 30 dənə. Boşum 30 belə, hə, 4 o da 30. Nidə oxunmuş adamlarsınız. Burada 30 vur. Hə, 120 dənə. hə. Buna aksizdə, başa düşdün. Deşik. 120 dənə deşik at. Ala hə, day nə yeyib içməyib. Bütün daş. Vay. Ha, danışma. Allah ha. Fıncılığını Boşum bunu çıxartmısan. apardılar o yan bu yan. Hə, sənin xəbərin var ki, sənin bax bu əməlinə görə, bax bu hərəkətinə görə Bakıda adam qalmayıb. Bütün polis düşüblər ayağa ki, hə, Əli Mirəliyevində onu bilmirsən. Bütün mağazin verilişlərini, nə bilim, day xəbərlərə kimi, hər yerə kimi day girib çıxıb ki, məni belə vurublar, belə eləyiblər, belə məni vuranlar bunlardı, nə bilim, bu adamlardı. Hə, sən bilirsən. Buyur. Bir dəqiqə. Abi deyir polis yenə zəng gəlir. Nə deyim mən? Bax nə deyim mən? Nə deyim mən? Alo. Hə qardaş. İnanırsan hər yeri axtarmışam, hər yeri. Day şəklini yazıb vurub yapışdırmışıq rayonlara, nə bilim astanovkalara. Yoxdur da yoxdur, bu insan itib. Nömrəsinin zadı heç bir zəng satmır. Hə, pasportun zadında yoxdur, itib. Eşidirsən, bilirəm, mən indi yastayam. Bismillahirrahmanirrahim. Hə, indi yastayam, bu dəqiqə hə, mən danışa bilmirəm. Aşı gətirək oradan. Aş gəlsin oradan. Hə, yaxşı. Qoç ya.
Hə. Burada yəni mən polisdən qorxanam. Bax görürsən, yenə də zəng eləyirlər. Polisdən qorxanam yox. Sən bax indi bu işi törətmisən. Şey, Sənin başın xarabdır. Mən bilirəm nə edirəm. nə Mənə edirəm, deyməyin də. yox, Mən hə. onsuz da bura qaşınıram. Mən getməliyəm. Bu Əli. Vilikalanmalıydın ha vaxtsa. Bunu mən qabaqladım. Elədim bunu. Bax işte. Elədin, Mənə hə. qulaq as. Hə. Mənə ala mənim sən kimlər zəng edir? Kim? Arada kimlər? Pastaydı cümşüd. Hə. Arada pastaydı cümşüd da bizim. Hə. Sonra taxta tuxta şalban işinə baxan yox. Hə. Nizami o, taxta tuxta Var. nizami deyirlər. Hə. Sonra kim? Nə bilim eşi ya ki. Hə, eşidirsən, çox uzatmaq lazımdır. Gör nə deyirəm, Şirin. Sən bu məsələni Qəbələkdə indi çay plantasiyasında işləyirsən, nə qayırsan burada, nə işlərlə məşğulsan bilmirəm. Hə. Yəqin ki indi oradan-buradan nəsə var da, indi gəlir çatır sənin də cibinə göndərirlər o haqq hesablardan. İşte. Ondan bir-iki dənə o haqq hesablardan biraz görün baxım elə bu məsələni həll eləyək qutaraq hə? Onun adını çəkmə. Bu onsuz da olunmalıdır. Siz mənə bura qalansınız. Bəlkə oturaq bir dənə çay plantası çal, dəmər qoy, ləbi. Bəlkə bir dənə geri 50 geri çaydan da. Davay da. Rəngi. Biz çay içməyə gəlməmişik. Gəlmişik sənin məsələvi həll edək. Ay tu boy. Bir dənə al mənə bu şəhərdə məndən nə deyirlər sən? Hadi yaxşı az danış gəl. Hadi gəl bu tərəfə görə. Hadi Siz gəl. Eşidirsən Şəmi? Hə. O filan kəslər var ha, özlərini belə hay-huy aparanlar. Hə. Nə bilim Manaf Ağayevdir zat müğənnilə. Ona dinən ki, Şirin deyir ki, özə Vilika Şirin. Onun üçün də gözlənilir ha. Hadi yaxşı. Sən də bərk gedən oğlan, mən də bərk gedən oğlan. Fırlanırıq şəhərdə. Sən də yeyib içən oğlan, mən də yeyib içən oğlan. Şəllənirik şəhərdə. Sən də bərk gedən oğlan, mən də bərk gedən